Salam dostlar, xoş gördük hər birinizi. Gəlin biz ilk öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Biz Balans Media Qrupu olaraq Uşaqların Süz Səsi filmini hazırlamışıq. Ayın 21-də də Xankəndində də bunu təqdim etmişik. İstərdik ki, bugün də buraya yığışmaqda məqsədimiz odur ki, sabah Silahlı Qüvvələr Günü münasibəti ilə bu filmi bugün təkrar təqdim edək. Zəhmətli keçən, zəhməti olan operator Sərvan Süleymanov, montaj rejissoru Əhməd Heybətovu və Fəxri Fərmanla tərtib edək, sonra filmə davam edək. Filmlərdə, Qarlıq Qiyamətində hazırlanan filmlərin montajını göstərdiyi yüksək peşəkarlığın yaradıcılıq fəaliyyəti və ekran əsərlərinin uyğun ərsiyyə gətirilməsinə verdiyi mühüm töhfəyə görə tərtib edilir. Uğurların bol olsun, təbrik edirəm. Aynı zamanda sizlərə təbrik edirəm. Həmən söz sizlərə də aiddir. Uğurlarınız bol olsun. Bugün göründə gözəl gün üçün səhər bizim silahlı qüvvələrin yaradılması 108-ci gündür. Veteranlar Birliyinin sədri Fəqan müəllimə. Gözəl bir salamlayıram. Qarşıdan gələn 26 iyun 2026-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci il dönüm münasibəti ilə tarixə bir balaca geri qayıtsaq, çox tarix 1905-ci il, 1921-ci il və eləxdir. Biz elə qaydaq 88-90-cı ildən bəri. Gənclərimiz bu şeyləri doğrudan da bilmirlər, məlumatları yoxdur. Kitablarda bəzi filmlər çəkilir, bu kitablar da, filmlər də ola bilər ki, düşünsək, faktlar olduğu kimi göstərilir, amma nə üçün 90-cı illərdə həyatı yaşayan insanlar və hal-hazırki günə qədər keçən bütün bu 35-36 illik bir ömür səhifəsi. Bizlər o zamanda yaşamışıq, vətənimizin ağır günündə, devlətimizin ən ağır günlərində nəinki döyüşlərdə, nəinki ölkəmizin ərazi bütövlüyünün qorunmasında iştirakçılar olmuşuq. Bunun üçün də biz bir canlı artıq hekayəyik ki, bunları biz gələcək nəsillərimizə ötürürük. 90-cı illərdə hər birimiz bilir ki, ölkəmizdə nə rəhbərlik, nə hakimiyyət üzərində gedən kreslo davaları və torpaqlarımızın hər gün hansısa bir hissəsi işğal altına düşməsidir. Bunun əsas səbəbkarları hər birimiz bilirik ki, o devirdə Rus yönümlü və hakimiyyətdə olan insanların xalqına, devlətinə, millətinə bağlılığın olmaması və səriştəsizliyi. Artıq 2020-ci ilin sentyabr ayında Xalq və Ordu Birliyinin işğaldan torpaqların azad olunmasının əsas səbəbkarı, əsas qurucusu, bunun da Heydər Əliyev hakimiyyətə gəlişindən sonra dünyada heç bir devlətlərdə doğrudan da belə bir faktlar baş verməmişdir ki, böyük bir müharibəni, yəni belə deyək, 90-cı illərdə biz Azərbaycan xalqı olaraq, mən nəyə görə bu ordu demirəm, o devirlərdə hər birimiz bilir, yordumuz yox idi. Azərbaycan xalqı olaraq biz düşmən erməni ilə, ermənipərəst devlətlərlə müharibə aparmışıq. Biz erməni ilə müharibə aparmamışıq. Yəni bu devirlərdə bizə qarşı olan çox böyük siyasi təzyiqlər və bugün ad çəkmək istəmirəm, hansısa bir devlətlərdə gedən müharibələrdə baxırıq ki, bütün qərb hansı ölkələrə kömək eləyir və hansı devlətlərə hansı bir formada maddi və mənəvi həm ordu yardımlar göstərir. O devirdə biz ölkə olaraq, xalq olaraq tamamilə yox olmayan bir ordu, xalq olaraq
canımızı çəpər etdik ölkə sərhədlərinə. Və biz onlarla ən böyük dövlətlərə qarşı müharibə etmədik, biz müdafiə olunduq. Və buna baxmayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atəşkəsin elan olunması bu bizim üçün çox böyük fürsət əldə etdik ki, əsrin 30 illik müqaviləsinin bağlanması və Azərbaycan ordusunun bugünkü səviyyəyə gətirib çıxartmasına səbəb oldu. Çox danışmaq istəmirəm, vaxtınızı da almaq istəmirəm. Danışsaq bu, inanın ki, nəyin kimi roman, gəlib biz burada saatlarla qala bilərik. Xidmətlərimiz o devirdə də və bu cür böyüdük, boy-başa çatdırdığımız, onlara vətənpərvərlik ruhunu aşlandığımız gənclərimiz 27 sentyabr tarixində vətənə nə formada bağlılıqları hamı üçün bir fakt oldu və biz inanırıq ki, biz və bizdən sonraki insanlarımız, bu təşkilatları idarə edən insanlar bizim bu gənclərə də vətənpərvəri ruhunu daha da aşlayacaqlar. Bu gənclərimiz də, bu körpələrimiz də vətənlərinə, dövlətlərinə, xalqına və millətinə ləyaqətli bir övlad olaraq hər zaman vətənin müdafiəsinə duracaqlar. Çox təşəkkür edirəm.